Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də hazırda Qəbələ Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru, 2 müharibə iştirakçısı Əkrəm Kərəmoğlu Babayevdir. 1976-cı ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olan Əkrəm Babayev hələ 16 yaşında 1992-ci ildə 1-ci Qarabağ müharibəsinə könüllü qatılıb. Daha sonra ali təhsilini Azərbaycan Dövlət Aqrar Universitetində alıb. Meşə təsərrüfatı sahəsində çalışaraq peşəkar kadr kimi tanınıb. 2-ci Qarabağ müharibəsində leytenant kimi döyüşlərə qatılan Əkrəm Babayev Murov istiqamətində göstərdiyi şücaətə görə kapitan rütbəsinə yüksəlib. O, Kəlbəcərin azad olunmasına görə, Suqovuşanın azad olunmasına görə, döyüş xidmətlərinə görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Əkrəm Babayevin dediyi kimi, bu qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün təntənəsidir. Biz təkcə döyüş meydanında deyil, həyat meydanında da qalib gəlmişik. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Zəfər günü mübarək. Vətən oğlu Murov Qartalı, Əkrəm Babayev. Dilbər Vüqar qızı, Bölgə TV.